Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə 8-ci sinif yeni dəstək əsasında yazılmış test toplusundan tənəffüs sisteminə aid testin izahı ilə qarşınızdayıq. İzah başlamamızdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsinizsə, kanalımıza dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi xahiş edirik. Birinci sualımızda deyir ki, uyğunluğu müəyyən edin. Nəfəs alma, birinci nəfəs alma vəziyyətinə uyğun gəlir bu. 2 isə nəfəs vermə. Ümumiyyətlə yadınıza saxlayın ki, nəfəs alma zamanı qavraq arası və diafraqm əzələləri yığılır. Döş qəfəsi də gördüyünüz kimi burada genişlənir. Döş qəfəsi və bu zaman döş boşluğunun təzyiq aşağı düşür. Ona görə də hava ağciyərlərə daxil olur. Nəfəs vermə zamanı isə qavraq arası əzələlər və diafraqma boşalır. Döş qəfəsi gördüyünüz kimi sıxılıb, və bunun nəticəsində döş boşluğuna təzyiq artır və hava da ağciyərdən xaric olunur. İndi bizə uyğun gələnləri söyləyin. Birə uyğun. Deməli, nəfəs almaya uyğun qavraq və diafraqm əzələlər yığılır. Bu nəfəs almaya uyğundur. Uyğun gələcək, birə uyğun gələcək. Sonra növbətinə baxaq. Döş boşluğunun təzyiq aşağı düşür. Bəli, aşağı düşür dedik bayaqları. Bir də ağciyər hava daxil olur. Bir də 6 birə uyğun. Nəfəs qalanları digər isə nəfəs verməyə uyğun gələcək. Belə ki, döş qəfəsi sıxılır. Bu nəfəs verməyə uyğun gəlir. Ağciyər hava xaric olur. Nəfəs verməyə, bir də diafraqm əzəli də boşalır. Bu da C variantına uyğun gəlir. Verilmiş qrafik insan əzələ kapilyarlarındakı qanın tərkibinin X maddəsinin dəyişməsini əks etdirir. Qrafikə X maddəsi ola bilər. Əzələ kapilyarlarında. Əzələ kapilyarlarında qanın tərkibinin dəyişməsi deyirsə, biz deməli burada getdikcə artır. Kapilyarlarda nə artır? Kapilyarlarda qan tərkibində bikarbonat ionlarının miqdarı, yəni tənəffüs prosesi zamanı burada karbon qazı ayrılır və nəticədə qanın tərkibində isə bikarbonat ionlarının sayı artmış olur. Kitab şəkilli ağciyər hansı canlılar üçün xarakterikdir? Ümumiyyətlə yadınızda saxlayın ki, hörümçəklər üçün kitab şəkilli ağciyərlər xarakteridir. Əks olmuş tənəffüs orqanlarına əsasən uyğunluğu müəyyən edin. Suda qurda yaşayanların, sürünənlərindir, bu quşlarındır, bu isə məməlilərin. Buna da uyğun gələcək, məsələn, suda qurda yaşayan 2-yə uyğun gələcək X, kərtənkələ bura Y-ə uyğun gələcək, quşlara uyğun gələcək göyərçin, burada uyğun gələcək pişik, bu da A variantına uyğun gəlir. İnsanda verilmiş orqanlar arasında işarələnmiş müvafiq damarlı axan qanda oksigenin və karbon qazının qatılığının miqdarı çoxdur. Deməli, yadınıza saxlayın ki, oksigenin qatılığının miqdarı çox olur. Ağciyərdən gələn damarda, bir də ürəkdən çıxan damarda. BD-də nədə oksigenin miqdarı çoxdur. Ürəyə gələn qanda, əgər orqanlardan ürəyə gələn qanda, bir də ürəkdən ağciyərə gedən qanda isə karbon qazının miqdarı çox olmuş olacaqdır. Ona görə də cavabımız olur Y variantı. Sonra alveollara malik ağciyərlər xarakterikdir. Deməli, alveollar malik ağciyər, nədə alveollar olur? Məməlilərdə. Məməlilərdə də sol aorta qövsü malikdir. Bu da götürürük C variantı, sol aorta qövsünə malik olmuş olur. Şəkildə təsvir edilən canlıda verilən hansı rast gəlinməz? Şəkildə təsvir edilən oksalatdır. Oksalatda yeganə bunlarda göz qapaqları olmur. Bu da C variantına uyğun gəlmiş olur. 8. Verilmiş qrafikdə insan ağciyər kapilyarının qanın tərkibindəki X maddəsinin dəyişməsi əks etdirir. Qrafik X maddəsi ola bilər. Getdikcə ağciyər kapilyarlarında artır. Ağciyər kapilyarlarında qanda nəyin miqdarı artır? Oksigenin miqdarı. Oksigen də necə oksihomoqlobin şəklində birləşmiş olur. Ona görə də A variantı. Stigmalara malik əksər canlı haqqında verilmiş fikirlərdən hansı və hansılar doğru deyil? Stigma nədə? Həşəratlarda. Bizdən də soruşur ki, həşəratlar haqqında hansı fikir doğru deyil? Həşəratlar haqqında hansı? Xarici skeletə malikdir. Bəli, düzgündür. Həşəratlar xarici skeletə malik. Qan damar sistemi qapalıdır.
Xeyr, həşəratlarda qan damar sistemi açıqdır. Bir budur. Vena damarları yoxdur. Bəli, vena damarları yoxdur. Qanları rəngsizdir və hemolimfa adlanır. Bəli. Bədənlər 2 hissə, bədən 3 hissədən ibarətdir. Bir də 2, 5, bu da Y variantına uyğun gəlir. Orta yaşlı sağlam insanda ağciyərin tənəffüs potensialı. Deməli, ağciyərin tənəffüs potensialı nəyə bölünür? Mütləq yazınızı saxlayın ki, ağciyərin tənəffüs potensialı A, T, bir də P ilə ifadə olunur və bu da ağciyər tənəffüs havası ilə əlavə havanın cəminə bərabərdir. Tənəffüs hava 500 cm3, əlavə hava isə 3000-dir. Onların cəmi isə 3500 olmuş olacaq. Bu da A variantına uyğun gəlir. Verilənlərə əsasən doğru bəndi müəyyən edin. Burada biz bura baxsaq, deyək 0T1 döşkəvəsinin həcmi artır. 0T1 arasında. Gördük ki, ağciyərin həcmi getdikcə azalıb. Ağciyərin həcmi azalıbsa, döşkəvəsinin həcmi artmayacaq, əslində azalacaq. Ona görə də bu düzgün deyil. Bizə doğruları soruşur. T1, T2 diafraqma yastılaşır. Bəli, T1, T2 arasında diafraqma yastılaşır. Çünki ağciyərin göğsü həcmi də artır. Ağciyərin həcmi artırsa, diafraqma yastılaşır. Sonra T1, T2 qaburğaarası əzələlər qısalır. Bəli, düzdür. Sonra 0T1 arasında qaburğaarası əzələlər uzanır. 0 ilə T1 arasında da necə qaburğaarası əzələlər uzanmış olacaqdır. Ona görə cavabımız 0T1 ağciyər təzyiqi azalır. Xeyr, ağciyər təzyiqi əksinə artır. Həcmdən təzyiq təsmindən həzm azalırsa təzyiq artmalıdır. Ona görə də doğruları soruşduğu üçün D variantı 1, 3, 4 uyğun gəlmiş olacaq. Aşağıdakılardan hansı insanın nəfəs alma prosesində baş verməz? Nəfəs alma prosesində baş verməz. Nəfəs alanda ağciyərlər sıxılmır. Burada da D uyğun gəlmiş olur. Şəkildə təsvir edilmiş tənəffüsə malik canlılar üçün hansı fikir doğrudur? Quşların tənəffüs sistemi göstərilir. Biz də bunlara uyğunlar götürək. Ağciyər alveoluna malikdir. Xeyr, məməlilərdədir. 2 qat tənəffüsə malikdir. Bəli, quşlar 2 qat tənəffüsə malikdir. 14-cü sualımızda nə soruşur bizdən? Verilmiş canlılar hansı toxumalı hüceyrələrin qidalama və tənəffüs bilavasitə fərqli orqanlar vasitəsilə yadınıza saxlayın ki, fərqli orqanlar vasitəsilə həyata keçirilir. Həşəratlarda. Burada isə biz baxırıq həşəratların nümayəndəsi hansıdır? Kəpənək. Kəpənəkdə fərqli orqanlar vasitəsilə həyata keçirilmiş olacaqdır. Növbəti sualımızda bizdən nə soruşur? Şəkildə əks olunan ikinci prosesdə o yanlış olanı seçin. Yenə də nəfəs alma və nəfəs vermə prosesi göstərilib. Bizdə ikinci nəfəs vermə prosesində olan sözləri göstərir, yanlışdır. Baxa ya nəfəs vermə. Diafraqma əzələləri uzanmışdır. Düzdür. Qabarğası əzələlər boşalmışdır. Düzdür. Döş qəfəsinin həcmi kiçilmişdir. Düzdür. Qabarğası əzələ lifləri qısalmışdır. Xeyr. Nəfəs vermədə yox. Nəfəs almada qısalır. Ona görə də D cavabımız olur. Yəni yanlış olan D variantına uyğun gəlmiş olur. Toxumalarda hüceyrələrin zərərli birləşmələrin birbaşa qan damar sistemi, karbon qazı isə birbaşa tənəffüs sistemində baş verən canlını seçin. Bu həşəratlardan gedir. Həşəratların da nümayəndəsi burada arıdır. Balıqların bədənində qanın ürəkdən çıxaraq ürəyə qaydana qədər qanda oksigen miqdarı əks etdirən qrafik hansıdır? Yadınıza saxlayın ki, balıqların ürəyində oksigenin miqdarı ümumiyyətlə olmur, venoz qan olur. Sonra o gəlir kapilyarlara. Kapilyarlarda neyinir? Oksigenlə artır, zənginləşir. Oksigen sonra isə qəsəmə üstü qövsə yığılır. Oradan isə digər orqanlara gedir. Sonradan venoz qana çevrilib və bir müddət sabit qalır. Sonra venoz qana çevrilir. Venoz qana çevriləndən sonra yenə də ürəyə daxil olur. Bu da uyğun gəlir C variantı. 18-ci sualımıza deyir. Doğru ifadəni müəyyən edin. Tənəffüs havası X-dir. Ehtiyat hava N-dir. Əlavə hava Y-dir. Qalıq hava Z-dir. Ağciyərin həyat tutumu. Ağciyərin həyat tutumu tənəffüs havası
Tənəffüs hava, əlavə hava, bir də ehtiyat havadan ibarətdir. Bəli, bu düzgündür. Ağciyərin tənəffüs potensialı tənəffüs havası ilə əlavə havaya bərabərdir. Bu da düzdür. Ağciyərin ümumi həyat tutumu tənəffüs havası, ehtiyat hava, əlavə hava, qalıq havanın cəmindən ibarətdir. Bu da düzgündür. Yəni bütün cavablar düzgündür. Bu da B variantına uyğun gəlmiş olacaqdır. Növbəti sualımızı deyir. Ağciyər verilmiş ağciyər modellərinə əsasən hansı nəfəs alma, nəfəs verməyə uyğundur? Ümumiyyətlə, birinci proses bu nəfəs almaya uyğundur. Bu isə nəfəs verməyə uyğundur. Bu da nəfəs alma, nəfəs verməyə uyğundur. Bu da olacaq A variantı. Şəkildə əks olunan canlılar cəmi neçə tənəffüs orqan müxtəlifliyinə malikdir? Ağciyər, gəlsəmə, ağciyər, traxeya 3 dənə tənəffüs müxtəlifliyinə malikdir. Azər 50 saniyədə nəfəsini saxladı. Nəfəsini buraxdıqdan sonra sürətli nəfəs almağa başladı. Qanında dəyişir. Hansı ilk növbədə bu sürətə nəfəs almağa səbəb olur? Qanın oksigenin azalması, xeyr. Qanda karbon qazının artması. Bəli, qanda karbon qazının miqdarının artması burada bunun sürətli nəfəs almasına səbəb olmuş olacaqdır. Deməli, quşlarda ağciyərlər ön və ağciyərlərin arxa hava kisələri verilən hansında formalaşır? Yadınızda saxlayın ki, ağciyərlər deməli, bunlarda bronxlar şaxələnir. Bir qismi ön, digər qismi isə şaxələnir. Digər isə arxa hissəsini ön və arxa kameralarını əmələ gətirir. Deməli, nədir? Bronxlar şaxələnməsi ilə, bu da B variantına uyğun gəlir. 23-cü sualımızda şəkildə əks olunan canlılardan yalnız biri üçün xarakterikdir. Burada quş yalnız budur və ikiqat tənəffüs quşlara aiddir. Quşlarda ikiqat tənəffüs prosesi zamanı döş boşluğunun qəfəsinin genişlənməsi, qabırğarası oturarkən və yeriyərkən qabırğarası, uçarkən isə döş əzələlərinin hesabına baş verir. Bu da D variantına uyğun gəlir. 24-cü sualın. 25-ci sualda deyilir, daxili toxuma və orqanlar hüceyrələrindəki qidanı və oksigeni bilavasitə eyni orqan sistemi mənimsəyən canlını seçin. Yəni, burada buna uyğun gələcək 8 ayaq, digərləri isə uyğun gəlmir. Bu qədər diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.